Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti ilə işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır. Bu sözləri Rusiya Xarici İşlər Naziri Sergey Lavrov mətbuat konfransında deyib. Nazir, münaqişənin həlli ilə bağlı bir sıra sənədlərin mövcud olduğunu deyib. Lavrov 2016-cı ilin aprel hadisələrinin dərin narahatlıq yaratdığını söyləyərək Kremlin qan tökülməsinin qarşısının alınmasında vacib rol oynadığını vurğulayıb. Rusiya baş diplomatının fikirlərini Meydan TV-yə şərh edən siyasi şərhçi Rauf Mirqədrov deyib ki, Sergey Lavrov ənənəvi Azərbaycanın maraqlarına cavab verməyən mövqe sərgiləyib. Stat. Əsas məsələ ondan ibarətdir ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi, işğal olunan ərazilərin azad olunması arasında birbaşa əlaqə var. Əslində bu birbaşa əlaqə münaqişənin həlli istiqamətində atılması olan ən böyük maneədir. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə baxsaq, həmin sənədlərin heç birində Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların azad olunması ilə yekun statusun müəyyənləşdirilməsi arasında birbaşa əlaqə yoxdur. Ərazilərin azad olunması və ondan sonra Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi fərqli məsələlərdir. Statın sonu. Xarici İşlər Naziri Elmar Məmmədiyarov Rusiyalı həmkarı Sergey Lavrovun açıqlamalarına cavab olaraq deyib ki, Rusiya bütün ciddiliyi ilə məşğul olsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması təmin olunacaq. Nərimanov rayon məhkəməsinin 16 yanvar tarixli qərarı ilə Rahim Vəliyevə 30 sutqa inzibati həbs cəzası verilib. Bu barədə Meydan TV-yə danışan vəkil Elçin Sadıqov deyib ki, Rahim Vəliyev İnzibati Xətalar Məcəlləsinin 535.1 polisin qanuni əmrinə tabe olmamaq maddəsi ilə təqsirli bilinib. Vəkil apellyasiya şikayəti verəcəyini bildirib. Rahim Vəliyev yanvarın 16-sı səhər saatlarında Nərimanov rayon 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra fəalın evinə baş keçirilib, ona məxsus kompüter və telefon götürülüb. Fəalın yaxınları onun Facebookdakı aktivliyinə görə saxlanıldığını deyib. Nida Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədova saxlandığı Kürdəxana təzyiqxanasında valideynləri ilə görüş verilməyib. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə təzyiqxana rəhbərliyinin bu addımı qanunsuzdur. Stat. Qanunla həbs olunan şəxslər həftədə bir dəfə ailə üzvləri ilə görüşməlidir. Lakin Bayram Məmmədov saxlandığı 7 ay ərzində valideynləri ilə cəmi bir dəfə görüşüb. Statın sonu. Penitensiar xidmətdən isə Meydan TV-nin suallarına cavab verilməyib. Bayram Məmmədov və Qiyas İbrahimov ötən il mayın 10-da Heydər Əliyevin heykəlinə Qul bayramınız mübarək sözlərini yazdıqdan sonra saxlanılıblar. Hər iki gənc 10 il azadlıqdan məhrum edilib. Manatın dollar qarşısına dəyər itirməsi səbəbindən SOCAR-ın zərəri yaranır. Bunu Dövlət Neft Şirkətinin İqtisadi Məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib. Vitse-prezident təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin etdiklərini söyləyib. Stat. Daxili tələbat SOCAR hasilatı ilə yanaşı, hasilatın pay bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir. Statın sonu. Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban SOCAR-ın gələcəkdə Tarif Şurasına müraciət edib etməməsinin manatın gələcək məzənnəsi ilə bağlı olduğunu deyir. Onun sözlərinə görə bu barədə danışmaq hələ tezdir. Stat. Dolların kursunun nə qədər qalxacağını, manatın hansı səviyyədə qalacağını söyləmək hələlik mümkün deyil. Çünki manatın məzənəsi stabil deyil. İndidən nəsə demək çətindir. Statın sonu. Viyana məhkəməsi Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi 2 qat Olimpiya çempionu Peter Zeisenbacherin həbsi barədə qərar çıxarıb. Məlumatda pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssisin beynəlxalq axtarışa verildiyi də qeyd olunub. Sabiq baş məşqçi 2 uşağı, 11 və 13 yaşlı yeniyetmələri zorlamaqda ittiham olunur.